sizinlə məşğələmiz ətraf aləmə tanışlıq və nitqin inkişafıdır. Mövzumuz isə yaz gəlirdi. Artıq bilirsiniz ki, hansı fəsli yaşayırıq? Yaz fəslini yaşayırıq. Yaz fəslini, düzdür. Artıq yaz gəlir. Yaz gələndə havalar isinməyə başlayır. Təbiət nə edir? Oyanır, afərin ayaqlar. Təbiət oyanır, afərin ayaqlar. Çiçəklər açır, hər tərəfə gözəl ətir saçır. Ağaclar çiçəkləyir. Yaz fəsli gələndə hər tərəf rəngarəng olur. Hər tərəf gözəlləşir. Uşaqlar, yaz fəsli gözəl bir fəslidir. Bütün fəsillər gözəldir. Amma yaz fəslində daha çox təbiətin gözəlliklərini görə bilirik. Gəlin, gördüyünüz kimi burada səhnəciyimiz var. Səhnəciyimizə vaxt itirmədən keçək. Yaz gəlmişdi. Ay isə hələ də qış yuxusunda idi. O hələ də yatırdı. Birdən ay yuxudan oyandı. Və günəşi gördü. Günəşin şüaları ayının gözünü qamaşdırdı. Və ayı yuxuya getmək istədi. Ancaq günəşin şüaları ona imkan vermədi. Birdən qapı açıldı və içəri yaz çiçəyi daxil oldu. Yaz çiçəyi öz rəqsi ilə ayını yuxudan oyatdı. Sən yurduma gələli, yaman gözəlləşmisən, fəsillərin gözəli, ey bahar xoş gəlmisən. Sən yurduma gələli, əcəb gözəlləşmisən, fəsillərin gözəli, ey bahar xoş gəlmisən. Və nağlımız da burada sona çatdı. Bulud yenə öz səmasında günəş kimi bərq vururdu. Birdən günəş elə bu yandan boylandı. Pəncərədən boylanır, günəş batdı gözümə, tez yumdum gözlərimi, heç baxmadım üzünə. Pəncərədən boylanır, günəş batdı gözümə. Daha sonra isə göy qurşağı yarandı. Renkləri birlikdə öyrənək, göy qurşağından rəng seçək. Qırmızı, sarı, yaşıl, mavi, göy bənövşəyi, yeddi rəngli möcüzə, sevinirik gördükcə. Göy qurşağının rəngləri vardır gözəllikləri. Və bahar fəsli öz gözəllikləri ilə gəlir. Sən yurduma gələ